Hər vaxtınız xeyirli olsun, dəyərli izləyicilərim. Kanalıma xoş gəlmisiniz. Mən bugün qeysi şirəsi hazırlayıram, ərik şirəsi. Əriyin mövsümüdür. Deməli, mürəbbə, kompot, cem hazırlamaq vaxtıdır. Mən isə şirə hazırladım. Deməli, bu ağacı mən, əziz izləyicilərim, bir 7-8 il bundan əvvəl tumdan əkmişəm. 3 ildir belə gözəl bar verir. İndi də bu əriklərdən yığıb, deməli, şirə hazırlayıram. Deməli, ərikləri yığdım, yaxşı yudum. Bərklərini mürəbbə üçün ayırdım. Tam yetişib yumşalanları da şirə üçün ayırdım. Deməli, tumundan ayırıram və iri bir qazana əlavə eləyəcəm. Yəni, qazan biraz geniş olmalıdır ki, sonra qaynayanda daşmasın. Deməli, qeysləri tumundan ayırdım, çəkdim. 3 kilo burada deməli, qeysi var. Bunun da üzərinə mən 3 litr su əlavə elədim və qoydum qaynamaya. Qazanın qapağını qoyuram, aralı qoyuram və tez-tez nəzarət eləmək lazımdır ki, köpüyü yığılanda daşmasın. Köpüyü də yığıldıqca, yəni qazanın üzündən köpükləri yığmaq lazımdır. Hardasa 10-12 dəqiqə qaynayır. Deməli, qeysilər tam yumşalandan sonra qaşıqla yoxlayıram ki, tam bişib. Görürsünüz, yerdə qalan çıxdıqca köpüyünü mütləq yığmaq lazımdır. Deməli, qazı söndürdüm, blenderdən keçirtdim qeysiləri. Hardasa bir 4-5 dəqiqə blender işləyir ki, deməli, hamısı, bütün qeysilər blenderdən keçsin, topacıqlar qalmasın. İndi isə bura 3 stəkan şəkər tozu əlavə eləyirəm. 2 litrdə yenə su əlavə eləyib qoyuram qaynamaya. Əslində 1 kilo qeysiyə 1 stəkan pesoq, 2 litrdə su gedir. Mən sadəcə bizdə evdə biraz qatı istəyirlər. Ona görə də bura təzədən 3 litr əvəzinə 2 litr su əlavə elədim və qoydum yenə bir 5-6 dəqiqə qaynadı. Yenə köpüyünü yığıb, şüşələri də yuyub qurutmuşam. İndi şirəni əlavə eləyirəm şüşələrə. Şüşələri ağzına qədər doldurub, üzərinə yığılan köpüyü də qaşıqla yığdım. Və qapaqla bağladım hamısını. Və bir kənarda uzadıb, üzərini neynəsə, bir adyalla mı, süfrə ilə mi örtmək lazımdır ki, ta ki soyuyana qədər. Soyuyandan sonra da şüşələri yığıb rəflərə qoymaq olar. Budur, soklarımız hazırdır, əziz izləyicilərim. Siz də hazırlayın. İnşallah bəyənib, bəyən düyməsinə basarsınız, bəyənərsizsə və abunə olmağı unutmayın. Üstünü örtdüm. Burada, əziz izləyicilərim, mən dünən də şirə hazırlamışdım, elə qeysi şirəsi. Baxın, bu dünən hazırladığımda, yəni soyuyanda da qatılaşır. Yəni soyuyanda daha da qatı olur. Bu isə bugün indi hazırladığım şirədir. Görürsünüz, biraz durudur. İndi bu da sabaha qalanda qatılaşır. Sağ olun, sağlıqla qalın əziz izləyicilərim.